Müəllimlər, bu sualı bir çox müəllimlər şifahi yazmışdı. Dedilər ki, müəllimə fikirləşdik, düşündük ki, ancaq 8 ola bilər. Çünki burada sualın şərtində nə deyir? Deyir ki, 21 onluq ədədini K əsaslı say sisteminə keçirdikdə ilk ədəd 5, 30 onluq ədədini keçirdikdə isə ilk ədəd 6 alınır. Bu say sisteminin ən böyük rəqəmini tapın. Mən bunu yazılı şəkildə qeyd edəcəm, amma müəllimlər belə yazmışdı ki, 21-dir. Demək 21-i 8'e bölünüp 2 dənə 8'im 16, burada qalıbdı 5. 30'u da demək 8'e bölərik. Burada da 3, 8'dən üçün 24, burada da 6. Belə fikirləşib də tapmaq olar, amma bəzən imtahanda həyəcan olur, müəyyən səbəblər olur ki, fikirləşib tez tapmaya da bilərik. Necə yaza bilərik? Müxtəlif üsulları var. İndi mən sadəcə burada tənasübdən istifadə edib yazacağım. Bilirik ki, hər hansı onluq ədədi hansı say sisteminə keçəndə həmin say sisteminin əsasına bölürük. Onluq ədəd 21-dir. 21-i böləcəm K-ya, demək 30'u da böləcəm K-ya. Amma burada nəyi demək istəyirəm? Biz ümumiyyətcə necə qeyd edirik? Deyək ki, məsəl üçün bir nümunə deyəcəm. 14 bölünsün 5. 14'ü 5'e böləndə 2 düşür. Qalıq da nəyə bərabərdir? 4'e. Düzdürmü? Yəni, natamam qisməti bölənə vurub üzərinə qalığı gələndə bölünəni verir. Düzdürmü? Yenidən 2'ni vursam 5'ə, üzərinə 4 gəlsəm bərabər olacaq 14'ə. Yəni, natamam qisməti bölənə vurub üzərinə qalığı gəldikcə bölünəni verir. Yəni, ədədin özünü qaytarır. Düzdürmü? İndi burada da baxıram ki, onsuz 2 rəqəmli ədəd alınacaq. 21'i K-ya böləndə bilmirəm natamam qismət nədir. Ona bir M deyirəm. Qalıq da onsuz da dediyinə görə ilk ədəd yazıram ki, 5. Düzdür. 30'u da K-ya böləndə, yəni burada da bilmirəm natamam qismət nəyə bərabərdir. Qalığı yazıram 6. İndi bunu siləcəm buradan. İndi müəllimlər, buradan nəyi tapacağım? M, K dedik ki, nə edirik? Natamam qisməti bölənə vurub, üzərinə qalığı gəldikdə bölünənin özüdür. Yəni 21. Buradan da tapacağım yenidən. N, K üstə gəlsin 6 bərabərdir 30'a. Buradan K-nı tapsaq, K nəyə bərabər olacaq? Demək 21'dən 5 çıxanda 16, 16 bölünsün N. Düzdürmü? Buradan da K-nı tapsaq, 24 bölünsün N. K-lar bərabərdir müəllimlər. O zaman yazıram. 16 bölünsün N bərabərdir 24 bölünsün N. Tənasüb xassəsinə istifadə edərək belə də yaza bilərəm. M bölünsün N bərabərdir 16 bölünsün 24'ə. Bunları 8'e ixtisar aparsaq, burada qalacaq 2, burada da 3. M üçün nə aldı? 2 dəyərini, M üçün də 3 dəyərini almış olduk. Gətirib həqiqətən yerinə yazsaq, burada yazıram. 16 M bölürəm 2'ye bərabər oldu 8. İstəyirsiniz burada da yazaq. 24 bölünsün 3 bərabərdir 8'e. Hər iki halda 18'e 8 alınacaqdır. Demək bu 8'li say sistemidir. Əsası da 8 olmuş olacaq. Burada deyir ki, bu say sisteminin ən böyük rəqəmini tapın. 8'li say sisteminin ən böyük rəqəmi 7'dir. Sonra